Ermənistan Tavuş rayonundakı hərbi mövqelərindən birini boşaldıb. Qlobal İnfo Nikolay Snaden xəbər verir ki, bu barədə erməni Kiyev peyk görüntüləri əsasında məlumat yayıb. Qeyd olunub ki, əvvəllər Ermənistan silahlı qüvvələrinin mövqeyi Berkaber su anbarının sahilində yerləşib. İndi isə bu post mövcud deyil. Həmin ərazidə demarkasiya və delimitasiya işləri aparılmasa da post ləğv edilib. Erməni hərbiçiləri burada 250-300 metr şimal-şərqə geri çəkilib. Xüsusilə yeni fotoda Ermənistan silahlı qüvvələrinin Berkaber su anbarının sahilindəki əvvəlki mövqeyinin artıq orada olmadığı göstərilir. Post sökülüb və səngərlər tamamilə ləğv edilib. Təzə peyk fotoşəkilləri 2024-cü ildən bəri baş verən dəyişiklikləri aydın şəkildə qeyd etməyə imkan verir. Yenilənmiş peyk şəkillərinə əsasən Berkaber kəndinin şimal-şərqində yerləşən həmin mövqe artıq mövcud deyil. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.